İbrahim sazişlərinə üzv olmağa namizəd ölkələrin sayı artırılır. Yaxın aylarda qoşulacaq dövlətlər siyahısında isə Azərbaycan, Ermənistan, Suriya, Livan və Qazaxstanın da adı yer alır. ABŞ prezidentinin yaxın şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff adı çəkilən ölkələri razılaşmanın potensial yeni tərəfdaşları kimi təqdim edib. Həmçinin ABŞ lideri Donald Trump da Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şara ilə görüşü zamanı İsraillə münasibətlərin normallaşdırılması məsələsini diqqətdə saxlayıb. Bəhsi keçən İbrahim sazişlərinin 2020-ci ildə imzalanması isə Orta Şərqdə yeni bir səhifə açan diplomatik hadisə sayılır. Çünki razılaşma ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsraillə münasibətləri normallaşdırmağa qərar verdi. Sonradan Sudan və Mərakeş də bu sıraya qoşulub. Niyə məhz İbrahim adının qoyulması isə bir qədər maraq doğurur. Mənşəyi üç böyük semitik dinin, Yəhudilik, Xristianlıq və İslamın ortaq əsas fiquru sayılan İbrahim Peyğəmbərə dayanır. Bu ifadəni ilk dəfə siyasi termin kimi isə Donald Trump və onun kürəkəni Jared Kushner dilə gətirib. Sazişin protokollarda əsas məqsədi isə regionda sülh, diplomatik əlaqələr və əməkdaşlıq qurmaq kimi göstərilib. Nəzərə alsaq ki, adı çəkilən namizəd ölkələrdən Azərbaycan da daxil olmaqla bəziləri artıq bu tələbləri yerinə yetirir. Bu baxımdan da Amerika Birləşmiş Ştatlarından gələn şövqlü təklif sönük baxışlar arasından daha çox nəzərə çarpır. Bu sazişin ilkin mahiyyətinə uyğun olaraq İsrail dövləti ilə, Yəhudi xalqı ilə Ərəb xalqlarının, Ərəb dövlətlərinin və digər müsəlman xalqlarının, hansı ki onların arasında bir-birinə qarşı qarşılıqlı nifrət və etimadsızlıq mövcuddur. Bu dövlətlər arasında, bu xalqlar arasında imzalanması münasibətlərin yeni bir müstəviyə çıxması baxımından əhəmiyyətlidir, faydalıdır. Azərbaycanla isə İsrail arasında belə bir müqavilənin imzalanması formal hüquqi bir prosedur kimi mən hesab edirəm. İndiki geosiyasi vəziyyət fonunda Witkoffun İbrahim sazişlərinə namizəd təklifi əslində təşəbbüsdən çox mesaj kimi qiymətləndirilir. Hədəf taxtasının tən ortasında isə İran var. Çünki ABŞ-nin Azərbaycanı da bu oyuna daxil etməsi İran üçün strateji narahatlıq yarada bilər. Belə bir vəziyyət isə ən çox Vaşinqtonun maraqlarına xidmət edir. İndiki məqamda Azərbaycan onsuz da İsraillə hərbi, enerji ixracı, texnologiya və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq edir. Hətta Azərbaycanın bu ölkədə səfirlik açması da bu kursun davamı hesab edilir. Başqa sözlə rəsmi Bakıya artıq demək olar ki, qeyri-rəsmi şəkildə bu sazişin fəal üzvüdür. Azərbaycan ümumiyyətlə İsraillə yaxın strateji əhəmiyyət, belə deyək, müttəfiqlik funksiyasını yerinə yetirək əməkdaşlığı mövcuddur. Azərbaycan-İsrail dostluğu bu günə deyil və uzun illərə söykənən bir dostluqdur. Digər ölkələrin də bu dediyimiz kimi sazişə qoşulması, İbrahim sazişinə qoşulması ilə bağlı səslənən fikirlərdə düşünürəm ki, İsrailin və eyni zamanda həmin ölkələrin regionda sabitliyin, əməkdaşlığın və təkcə iqtisadi, siyasi deyil, bütün sferalarda özünün daha genişlənməsinə mühüm töhfələr verə biləcək addımlar kimi qiymətləndirmək olar. Sözü gedən saziş İsrailin ərəb dünyasında legitimliyini artırmaq, İranın bölgədəki təsirini zəiflətmək və ABŞ-nin müttəfiqləri arasında mövqeyini gücləndirməyə xidmət edir. Yeni potensial namizəd ölkələrin prosesə qoşulması ilə anti-İran blokunun möhkəmləndirilməsi hədəflənir.